Əvvəlcə hamı qız olur. Homoseksuallıq da beyinlə bağlıdır. Bu dərəcədə cəhalətin olması harada gedirik biz? Əfqanistana doğru gedirik. Kimsə televizora baxmaqla homoseksual ola bilməz. Elə bilmişlər, ölüb, aparmışlar meyitxanaya tikiş qoymaq üçün. Heç qan belə gəlmirdi. Bugünkü qonağımız tanınmış həkim, nevroloq Qalib Əsədovdur. Xoş gəlmisiniz Qalib bəy. Sağ olun, təşəkkür edirəm. Çox sağ olun. Sizə də, tamaşaçılarımıza da stressdən uzaq, əsəbdən uzaq, huzur dolu bir həyat arzulayıram. Çox sağ olun. Qalib bəy, sizcə hansı əlamətlər nevroloqa müraciət eləməyimiz üçün zəruri olan əlamətlər sayılır? Baxın, çox vaxt insanlar qarışdırırlar, nə vaxt nevroloqa müraciət etsinlər, nə vaxt psixiatra müraciət etsinlər. Əgər beyində üzvü dəyişiklik varsa, tutaq ki, beyinə qan yaxşı işləmir, beyində şişlər var, neyronların quruluşunda, funksiyasında hansısa çatışmazlıqlar var, ürək getmələri var, qıc olma tutmaları var, yaxud da periferik sinirlərdə hansısa patoloji dəyişikliklər var, xəstəliklər var, bu zaman nevroloqa müraciət edirlər. Hər şey qaydasındadır, normaldır. Sadəcə düşünmədə təhrif olmuş düşünmə var, davranışı pozulub, emosional sferada pozğunluq var. Bu halda artıq psixiatra müraciət etmək lazımdır. Biz beyin sağlamlığımızı qorumaq üçün nələr eləməliyik? İstənilən orqanı inkişaf elətdirmək üçün, qorumaq üçün həmin orqanı işlətmək lazımdır. Biz əzəllərimizi qorumaq üçün nə edirik? İdman edirik, hərəkətlər edirik. Əzəllərimizi inkişaf elətdirmək üçün də müəyyən hərəkətlər edirik. Beyni vəzifəsi nədir? Düşünmək, müəyyən məsələləri həll eləmək, problemləri həll eləmək, davranışımızı adekvat eləmək. Bundan ötürü çoxlu oxumaq lazımdır. İntellektual oyunlarda iştirak eləmək lazımdır. Şahmatda, hətta bu stol üstü oyunlarda mən bura götürə bilərəm. Səyahət, yeni informasiya mümkün qədər çox almaq, yəni beyni daim işlətmək lazımdır. Beyni işlətmək və niyə sualların dalınca qaçmaq beyni daim cavan saxlayır. Hətta yer gəlmişkən mən xarici dil öyrənməyi də bura əlavə eləmək istəyirəm. Xarici dillər öyrənmək, gəzmək, səyahət eləmək, yeni informasiyalar qəbul eləmək və bu şəkildə beyin cavan və adekvat işləyir. Sizcə bəs insan ağıllı olaraq dünyaya gəlir, yoxsa sonradan ağıllı olur? İnsan əlbəttə ki, doğulanda ətraf aləm haqqında heç bir şey bilmir, heç bir təsəvvürləri belə yoxdur. Və 2-3 yaşından sonra başlayır uşaqlar öyrənməyə, ətraf aləmi dərk eləməyə. Fikir versəz, həmin dövrdə uşaqlar başlayırlar suallar verməyə. O nədir, bu nədir, ki, ulduz nədir, filan şey niyə belə oldu və başlayırlar öyrənməyə. Onların öyrəndikləri, onların güvəndikləri insanlar kimdir? Onların valideynləridir. Atasından, anasından soruşur. Sonra məktəbə gedir, bağçaya gedir. Güvəndikləri insanlar müəllimləridir və müəllimlərindən öyrənir. Öyrəndikcə beyin informasiyaları toplanır. Və bizim beynimiz bir kompüterdir. Biz ora hansı informasiyanı yükləsək, adekvat o cür cavab alacağıq. Ona görə uşaqları hələ uşaqlıqdan hansı kitabları oxumağına fikir vermək lazımdır. Kimlərlə dostluq eləməyinə fikir vermək lazımdır. Ətraf mühitdə hansı məktəbdə, hansı tədris ocağında oxumağına fikir, nəyə həvəs olmağına fikir vermək lazımdır və valideynlərin vəzifəsi onu istiqamətləndirməkdir. Həmin uşağın marağına uyğun ona kömək eləməkdir. İnkişaf eləsin və artıq yetkin, kamil bir insana çevrilsin. Homoseksuallıq da, yəni öz cinsinə qarşı maraq da beyinlə bağlıdır o zaman. Əlbəttə, bu ana bətnində uşağın inkişafı zamanı inkişafın qüsurları ilə bağlı olan bir şeylərdir, əmələ gəlir. Yəni, bütün insanlar əvvəlcə X xromosomunun təsirindən əvvəlcə hamı qız olur. 3 aylıqdan sonra Y xromosomunun təsirindən başlayır müəyyən hormonlar ifraz olmağa və birincili cinsi əlamətlər əmələ gəlir. Və bəzən bu sistem pozulur. Baxmayaraq ki, uşaq birincili cinsi əlamətlərinə görə oğlan uşağıdır, amma hormonal fon, içəridə olan hormonal qadın istiqamətindədir. Yəni, kimsə televizora baxmaqla homoseksual ola bilməz. Homoseksuallığı təbliğ eləməklə insan düşüncəsini dəyişmək ola bilməz. Bu özü bir qüsurdur və ana bətnində inkişaf qüsurudur. Qüsurdur yəni bu. Əlbəttə.
Və yeri gəlmişən təkcə insanda yox, canlılar, bütün canlılarda heyvanlar var o aləmində şeylər. də var. Var, bu onun adamın özündən asılı olmayan bir şeydir. Bu müalicə oluna bilir. Yox. Çünki bu belə yaranıb. Bu belə yaranıb. qəbul eləmək lazımdır o Bəli, zaman. bəli, bu belə yaranıbdır, bu cür yaranıbdır. Son müsahibənizdə cin mövzusunda dedikləriniz çox səs-küyə səbəb oldu. Hansı ki, deyirsiniz ki, niyə cinlər ancaq müsəlmanlara girir? Bununla bağlı nə düşünürsünüz? Təəccübləndim. Düzün deyim ki, təəccübləndim. Məsələn, biz uşaq olanda 5 yaşımızda, 6 yaşımızda bizi cinlərlə qorxuzurdular. Böyüdük, bildik ki, bunlar nağıllardır, miflərdə olan bir şeylərdir. Mən düşünmürdüm ki, Azərbaycanda bu qədər nağıllara inanan insanlar var. Yəni, biz bu qədər dərəcədə degradasiya olmuşuq biz. Yəni, təhsil bu qədər aşağı düşüb ki, insanlar cinlərə bu dərəcədə inanırlar. Mən çox təəccübləndim və bu mənə elə gəlir ki, bir təhsil sistemi üçün bir siqnal olmalıdır. Əslində, qınamalı da öyle, insanları qınamalı da öyle. Əgər orta məktəb dərsliyindən astronomiya fənnini çıxardıblarsa, astrologiyaya inanacaq da, qoroskopa inanacaq, boğa bürcü buradan getdi, dolça bürcü buradan getdi, filan şey buradan getdi. Əgər orta məktəbdə fizika, kimya və s. təcrübələri qoyulmursa və fiziki proseslər biologiyada izah olunmursa, təbii ki, adam cinə şeytana inanacaq da. Yəni, bu bir siqnaldır. Həddindən çox təəccüblüyüm. Yəni, bu qədər insan nağıllar dünyasında yaşayır. Yəni 21-ci əsrdir. Yəni 20-ci əsrin əvvəllərində Sabir, Mirzə Fətəli Axundov və s. bunlar haqda yazırdılar və cəmiyyət onları qınayırdı. İndi 21-ci əsrdə biz doğrudan biz inkişaf eləməmişik. Hələ əsrin əvvəllərində qalmışıq. Yəni o cür reaksiya məni təəccübləndirdi. Mən düşünürdüm ki, məsələn, cəmiyyətdə 5-10% olar belə bir insanlar da belə. Amma bu dərəcədə cəhalətin olması harada gedirik biz? Əfqanistana doğru gedirik. Sizcə insanlar nə üçün psixoloq əvəzinə mollalara üst tuturlar? Birincisi, psixoloqların və yaxud da peşəkar müalicə almaq kifayət qədər bahalıdır. Bu daha əl çatandır. Yəni, daha əl çatandır, daha asandır. İkincisi, nədənsə bizim cəmiyyətdə belə bir mif yaranıb ki, kiminsə psixi xəstə olmasını bildirmək ayıb bir şeydir, biabırçılıqdır. Xəstə gəlir, özü və ətrafdakılar üçün təhlükəlidir. Xəstənin valideynlərini izah edirsən ki, bu mütləq xəstəxanada yatmalıdır, bu cəmiyyətdən təcrid olunmalıdır, müalicə olmalıdır. Deyirlər, yox, zərəl yoxdur. Və psixiatrik dispanserdə müalicə almaqdan və yaxud da psixiatrin müalicəsini almaqdan imtina edirlər. Qəbul eləmək istəmirlər ki, bizim oğlumuz, bizim övladımız, bizim yaxınımız psixi xəstədir. Və gedirlər o cür yollara və nəticəsi bilsən nə olur? Bu yaxınlarda oldu, atasını, anasını öldürdü, Əhməd, belə bir şeylər olur. Və belə hadisələr kifayət qədər olur, intihar eləyənlər olur və bunlar hamısı əksəriyyəti psixi xəstələr olur. Vaxtında müalicəsi olunmayan psixi xəstələrdir. Bir, odur. İkincisi də ki, sırf cəhalətdir. Cəhalətdir. Ölkəmizdəki dərmanların keyfiyyətini hazırda necə hesab edirsiniz? Sizcə yaxşıdır? Çünki mən baxmışam, illər öncəki müsahibənizdə dərmanların keyfiyyətini bəyənmədiyinizi demisiniz. Həmçinin də belə bir mif dolanır ki, dərman nə qədər bahalıdırsa, o qədər yaxşıdır. Sizcə bu nə qədər düzgün fikirdir? Bax, dərmanın qiymətini, bahalı və yaxud ucuz olmasını bazar müəyyən eləyir. Tələbat nə qədər çoxdursa, o qədər bahalı olur. Adətən belə olmalıdır. Bizdə dərmanların keyfiyyəti ilə bağlı, nəinki dərmanların keyfiyyəti, bu günlərin dünyada tətbiq olunan və xüsusən də nevroloji praktikada dünyada tətbiq olunan dərmanlar Azərbaycanda yoxdur. Cəhənnəmə keyfiyyətsiz olsun. İnsanların əksəriyyəti panik atakdan əziyyət çəkirlər, anksiolitiklər yoxdur. Yoxdur, apteklərdə yoxdur. Keyfiyyətsizi də olsa, heç olmazsa yetsinlər. Yoxdur. Adicə məsəl üçün elementar bir dərmanlar yoxdur. Yəni, Sovet dövründə işlədilən və yaxud da dünyada bu günlərin GMP sertifikatı almış dev nəhəng şirkətlərin dərmanlarını biz tapa bilmirik. İnsanların əksəriyyəti yuxusuzluqdan əziyyət çəkir. Trankvilizatorlar yoxdur. Yoxdur, yaza bilmirsən nə yazasan. Və apteklərin çoxu
Siz baxsaz apteklərdə, siz o dərmanlara baxsaz, əksəriyyəti 90%-i baddır, qida əlavələrdir. Hansı ki, o qida əlavələri xaricdə marketlərdə satılır. Marketlərdə satılan şeylərdir. Hamısı dazı otu, nə otu, çoban yosu. Yeni də apteklərin 90% odur. Keyfiyyətli dərman, GMP sertifikası, xüsusən də nevroloji praktikada istifadə olunan dərmanlar yoxdur. Əvvəllər biz keyfiyyətinin pis olmasından şikayət edirik, indi tapılmır. Bizim insanlarımız xəstələndikləri zaman niyə həkimə yox, qonşunun tövsiyə etdiyi reseptə daha çox inanırlar? Həkimlərə inamsızlıq mı var? Bilirsiniz necədir? Bu günlərin həkimlərə inamsızlıqda əslində insanları burada qınamalı deyilik. Bizdə həkimlik sahəsində, təbabət sahəsində bir xaos, pərakəndəlik var. Məsəl üçün, siz tutaq ki, baş ağrıyır, migren xəstəsidir. Bu həkimə müraciət edəcək, bunu deyəcək, o həkimə müraciət edəcək, bunu deyəcək, o həkim bu dərmanı yazır, bu həkim bu dərmanı yazır. Belə olmalı deyil əslində. Həkim təbabətdə standartlar tətbiq olunmalıdır, protokollar yaradılmalıdır və xəstə bilməlidir ki, mən tutaq ki, migren varsa məndə, Şəkidə də həkimə müraciət etsəm A dərmanını yazır, Bakıda da həkimə müraciət etsəm A dərmanını yazır. Bu günlərin xəstələr hansı istəyir cərrahi əməliyyat olsun, istəyir xəstəlik olsun, yaxşı həkim axtarışına çıxırlar. Araşdırırlar, oradan, buradan yaxşı həkim araşdırışına çıxırlar. Çünki inamsızlıq var. Hələ bir söz deyir, bu bir söz deyir, bu bir sözü deyir, başqası başqa bir söz deyir. O onu bəyənmir, bu bunu bəyənmir və artıq xəstələr də ortada qalırlar. Ona görə də düşünürəm ki, klinik protokollar tətbiq olunmalıdır. Bu protokolların həyata keçməsinə və həkimlər tərəfindən pozulmamasına icbari tibbi sığorta nəzarət etməlidir. Bütün dünyada bu cürdür. Biz yeni bir sistem, yeni bir şey yaratmırıq. Əgər, məsələn, elə qonşu Türkiyədə klinik protokolda yazılıb ki, filan xəstəlikdə A dərmanı yazılmalıdır. Həkimin ixtiyarı yoxdur B dərmanını yazmağa. Və düşünürəm ki, vaxt gəldikcə yavaş-yavaş bu sistem qaydaya düşəcək, normallaşacaq. Öz sağlamlığımıza barmaq arası baxırıq. Öz evimizə, öz maşınımıza, avtomobilimizə diqqətlə baxırıq. Məsəl üçün, elektrik problemi varsa elektrik aparırıq. Motorunda problem varsa motorist aparırıq. Və yaxud da evimizə rəng vurmaq lazımsa rəngsaz axtarırıq. Şkatur lazımsa ona uyğun olan ustam axtarırıq, mütəxəssis. Öz canımıza gələndə, Fatma Nisə xala bunu dedi, ondan istifadə edirik. Filan kəs yasda, toyda, bildik, mən təzyiqim var, ala bu dərman at, mən də bunu atıram, o da götürür, onu atır və çoxlu ağırlaşmalarla xəstələr gəlir sonra. Bir həkim nevroloq olaraq stres sizcə xəstəlikdir, yoxsa bir həyat tərzidir? Stres orqanizmin müdafiə reaksiyasıdır. Stres bizi qoruyan bir sistemdir. Stres olmasa biz məhv olardıq. Məhv olardıq. Stres, qorxu, həyəcan, hansısa bir təhlükəli hadisənin baş verə biləcəyini bizə xəbər verən siqnalizasiya sistemidir. Stres nəticəsində nə olur? Ürək döyünür, çünki daha çox qan lazımdır orqanlara. Tez-tez nəfəs alırıq, oksigen lazımdır. Əzəllərimiz gərginləşir. Damarlar daralır. Çünki əgər təhlükə olsa, qan itirmə az olsun, təzyiqim qalxır və orqanizm bütün qüvvəsini səfərbər eləyir ki, təhlükədən yaxa qurtarsın, canını qurtarsın və daha yaxşı yaşasın. Stres nə zaman pisdir? Əgər bu stres xroniki-dirsə, xroniki stres. Məsəl üçün, kiminsə pis həyat yoldaşı var, pis qonşusu var, hər gün pis müdürü var, hər gün. Artıq bu zaman orqanizm tükənir. Tükənəndə başlayır artıq xəstəliklər, müxtəlif xəstəliklər. Bizim hətta bir elmi tədqiqatımız var idi. Məlum olmuşdu ki, müalicəsi çətin mümkün olan xəstəliklər var da, şəkərli diabetdir, ömrün axırına qədər atmalıdır, infarktdır, insultdur, bu tipli ağır xəstəliklərin 58% hallarda başlanma səbəbi stres olub. Stres, əsəbi gərginlik. Bəli. Stressdən başlayıb əsəbi gərginlik, dalıcan infarkt hazırdır, mədə yarası hazırdır, şəkərli diabet hazırdır. Stres zamanı biz onu necə idarə edə bilərik ki, bizim daha az ziyanla bu vəziyyətdən çıxaq? Bax, stres zamanı orqanizm onsuz da
elə bir fövqəladə rejimdə işləyir və beyin özü həmin vəziyyətdən çıxmaq üçün bizə yol göstərəcək. Amma xroniki stres, bayaq dediyim kimi, xroniki stres var və bizi daim narahatlayır, yuxumuzu qaçırır və bu zaman artıq peşəkara müraciət etmək lazımdır. Ya nevroloqa, psixoloqa, psixiatra müraciət etmək lazımdır ki, həm dərman vasitəsilə, həm də psixoterapiya metodları vasitəsilə orqanizmin tükənməsinin qarşısını alsın. Bu illər ərzində onda bilmədiyiniz bir pasiyentiniz olur? Əslində çox olub belə hadisələr, çox olub. Ən çox onda bilmədiyiniz hansı olur? Ən çox onda bilmədiyim, mən universiteti yeni bitirmişdim və reanimasiyada işləyirdim onda və bizə ağır meningitlə xəstə gətirmişlər. Qulağında çirk olub və otogen meningit olmuşdu, beyin çirkinçiliyi idi və tənəffüs hətta dayandı. Biz onu süni tənəffüs aparatına qoşmuşduq və onu bizim xəstəxanaya gətirən vaxtı onun yoldaşını da aparmışdılar doğum evinə və əkiz oğlu olmuşdu. Əkiz oğlu olmuşdu. Belə xəstənin adı Rəhim idi. Və deyirdilər ki, heç istəmirik da bir o uşağını heç olmasa görsün. Xəbəri yox idi. Eyni vaxtda demək olar ki, gətirmişdilər. Hardasa bir 10 günə yaxın ağır komada yatdı, çox ağır. Sonra martın 8-i idi yadımda. İlk dəfə gözünü açdı və hələ də ad gününü martın 8-i qeyd edir yeri gəlmişkən. Açdı və elə sağaldı ki, hətta ona gələcəkdə biz əlillik üçün sənəd hazırlamışdıq. Heç bir əlillik əlamət də belə qalmamışdı. Möcüzə oldu sanki. Orqanizm öhdəsindən gəldi. Orqanizm onun öhdəsindən gəldi. O mənə yadda. Həmin uşaqlardan birini də mənim adımı verdilər və bu yadda qalan biridir. Çox əslində elə yad hadisələr. Bir də qəza olmuşdu. Məsəl üçün ağır avtomobil qəzası olmuşdu. Orada oturan sürücünü oradan çıxarda bilməmişdilər. Maşını kəsib çıxardıb və elə bir də ölüb aparmışlar meyitxanaya. Morqa aparmışlar, morqa. Sonra məhkəmə tibb eksperti gəlib demişdi, yox bu ölməyibdir və göndərmişdilər reanimasiyaya. Aradan bir neçə saat keçəndən sonra göndərmişlər reanimasiyaya və o yaşadı. Hal-hazırda baş mühasib işləyir. Yəni o adam 1-2 saat müddətində elə o vəziyyətdə morqda qalır. Bəli, 1-2 saat morqda qalır. Hətta burası kəsilmişdi, əməli baş kəsilmişdi. Biz cərrahı çağırdıq tikiş qoymaq üçün. Heç qan belə gəlmirdi. Sonra yavaş-yavaş təzyiqi bərpa olundu. Nə göstərilən reanimasyon tədbirlər nəticəsində özünə gəldi. Yəni belə xəstələr olur, çox olur. Əslində hər bir bu vəziyyətdən çıxan xəstə, bilirsiniz, mən sizə bir söz deyim, bəzən çox həkimləri qınayırlar, nağırırlar, belə çox söhbətlər gedir. Hər bir belə şəkildə ağır xəstəlikdən sağlanan xəstə hər hansı bir həkimin evladıdır, uşağıdır. Elə bil ki, mənim evladımdır və yəni mən ona baxıram, fərəhlənirəm. Necə rəssam işini yaradır, sonra sərgiyə qoyur ki, bax bunu mən düzəltmişəm. Heykəltaraş öz işini sərgiyə qoyur və hər baxanda fərəhlənir. Ya mühəndis ev tikir, bura mən yaratmışam. O xəstəyə baxanda və xəstə sağalanda xəstənin özündən çox həkimlər sevinirlər. Son olaraq da cəmiyyətimizdə nəyi müalicə etmək istəyərdiniz? Təhsili ilk növbədə. Hər şey təhsildən başlayır. Nərimanovun sözü var, müəllimlə həkimi savadsız olan xalq nadandır. Mən deyərdim ki, həkimin özünü yetişdirən müəllimdir. Bəli. Təhsil sistemidir. Bütün cəmiyyətin inkişafı elm və təhsildən başlayır. Bugün dünyaya meydan oxuyan dövlətlər məhz elmin sayəsində bu mərtəbəyə gəlib çatır. Elmin sayəsində Çin gəlib bu mərtəbəyə gəlib çatıb və daha yaxşı yaşayır. Təhsilə, elmə fikir vermək lazımdır. Yəni bu təhsillə uzağa gedə bilməyəcəyik. Bu elmlə biz uzağa gedə bilməyəcəyik. Maddi texniki bazamızı elmə yönəltməliyik ki, inkişaf edəyək. Düşünürəm ki, bu günlərin təhsilin müalicə, qalan şeylər hamısı sonra öz başına düzələcək, qaydasına düzələcək. Necə Singapur, necə Malyaziya təhsilə fikir verdikdən sonra, elmə fikir verdikdən sonra qalxdılar şərq ölkəsi olmağına baxmayaraq necə inkişaf elədilər və bizim inkişaf yolumuz oradan keçir. Sonda təşəkkür edirəm ki, suallarımızı cavablandırdınız. Sağ olun. Mən də sizə təşəkkür edirəm.